Dedilər, yaralanıb, elə dedilər. Mən dedim, nə danışırsınız? Yenə insan hər ana axıra kimi pisə inanmaq istəmir. Bir ümid istəyir də, inansın. Yəqin məndə o ümid. Dedilər ki, gedək, hazırlaşaq gedək hospitala. Başqa heç yerə yaxın buraxmır. Görürəm uzadırlar, iynə vururlar, deyirəm, yox. Amma heç kəs deyənmədi, o xəbəri bizə heç kəs vermədi. Saat gecə 1-in yarısıydı. Bizim yaşadığımız Sumqayıtdakı mənzil dəniz qırağında yerləşir. Orada da külək əsəndə binada qəribə bir uğultu olur. Qapılarda qəribə bir uğultu yaranır. Və mən iynə vurmuşdular. Aylandan sonra heç nəyə yaxın qoymurdum. Deyirdim ki, duraq gedək. Duraq dayanmışam, çıxaq gedək. Hisslədim ki, qapıdan səs gəlir. Dəhşətli bir səs gəlir. Mən oğluma hisslədim ki, qapını yaxşı bağlayın da. Qapını açanda yaxşı bağla. Ki, səs gəlməsin içəri. O elə qapını açanda gördüm küləyin səsi deyil. Təsəvvür biz 13-cü mərtəbədə qalırıq və Sumqayıt ayaq üstədir. İnsanların uğultusunu və artıq həyətdə cənazəm aşıda gəldim. İnsanlar səsi eşidən ki, balkona çıxdı. Çünki öndən qabaq böyük oğlum çıxdı. Balkona çıxıb aşağı baxanda Allah. Ondan oğluma dedim. Dedim, gedib dəhlizdən qaşlayır. Düşər aşağı qaçdım. Pilləkənlərlə 13-cü mərtəbədə yaşayır. Gördüm ki, insan sevir, Sumqayıtı. Bilirsiniz, mən tənnəyə qalmışdım insanların sevgisinə. İnsanlar necə şəbəkədə yayılıb, necə hamı onu Sumqayıtın girişinə qarşılamağa çıxıb, hətta Ağdamdan yerlərə gəlib, Ağdamın deyiblər ki, Ağdamda dəfn edək. Oradan bütün bir maşın arasına nəfər maşın düzlənib, hamı gəlib. Elə duyduq. Yəni, başqa cür heç kəs risk eləmədi desin. Gözleri doldu, kopana neşesi saçılıyor.